Zirvəsinə çatdığın gün ruhun Qarabağı gəzdi. Xarı bülbül sənin şəhid olduğun yerdə baş qaldırdı, şəhidim. O torpaq bizə şəhidlərin əmanətidir. Şəhid atası Mahir ata, sahibə anamız, şəhidim Murad, siz bizim dəyərlimiz, qürurumuzsunuz. O torpaq bizə əmanətdir. Biz Muradı həmişə yaşadacaq. Biz şəhidləri yaşadaq layihəsi olaraq sizi hər zaman ziyarət edəcəyik. Biz buna söz verdik. Ruhun şad olsun, qardaşım. Bugün Qarabağ azaddır, Azərbaycan bütövdür. Sizin qəhrəmanlığınız birliyimizi bütün dünyaya yaydı. Qarabağda şikəstəmiz səslənir. Bunun üçün halallıq istəyirik. Haqqınızı halal edin. Şəhidləri Yaşadaq layihəsinin rəhbəri Aynur Mirzəxanova və üzvləri adından, amma bunu verəcəm Damlaya. Onu Damlaya. Oldu mu, nəsə? O bir şey də verin. Bunu da Əsmərə gətirmişdim. Şəhidimiz Muradın adından yazır ki, ağlama can yoldaşım, yerim cənnətdir. Aysuya təqdim edirəm, yəni sənə çatası. Ruhu şad olsun, Allah sizə bol səbir versin, Allah sizləri sağ eləsin. Biz həmişə sizin yanınızdayıq, siz də bizim yanımızda olun. İnşallah.